Cinema Radio, Cinema Radio, Cinema Radio. Əziz dinləyicilər, Dost Sinema rubrikasını dinləyirsiniz. Bugün qonağımız rejissor, ssenari müəllifi Cavid Təvəkküldür. Xoş gəldiniz. Təşəkkür ederim, sağ olun. Cavid müəllim, biraz bizə yaradıcılığınızdan danışın, amma öncə o birinci işiniz yadınızdadırsa, necə yadınızda qalıb? Mən ümumiyyətlə rejissuraya 32 yaşımda gəldim rejissuraya. Ondan öncə reklam rolikləri çəkməklə, kliplər işləməklə məşğul idik və bir tənqiddən nəticə çıxararaq rejissura ilə ciddi məşğul olmağa qərar verdim və təhsili artırmaq, təhsilin ardından getmək kimi qərarda bulundum və bundan sonra başladım təhsil almağa və sonda bugün gəldik çıxdıq, bu statusu aldıq, rejissor statusunu aldıq və bu illər ərzində çox filmlər işlədik, çox beynəlxalq mükafatlar da aldıq, festivallarda da olduq. Belə, ilk işimsə necəsə xatırlayım, bu öz hesabıma çəkilən bir bədii kompozisiya idi. Öz hesabıma atamın köməkliyi ilə 20 yanvar şəhidlərinə aid 2006-cı ildə, yox 2007-də bir bədii kompozisiya işlədik və ondan da ilk işimi o saya bilərəm. Cavid müəllim, siz az öncə qeyd etdiniz ki, tənqid nəticəsində. Bəli. Maraqlıdır, o tənqidi kim edib? O bir veriliş var idi. Orada belə tənqidli kliplər falan onların tənqidini edirdilər. O zamanlar belə bir şey var idi. Mən də klipimi tənqid elədilər. Belə bu tənqid sağ olsunlar ki, elədilər. Aha. Mən tənqidə açıq insanam və tənqidi sevirəm. Sağ olsunlar tənqid elədilər ki, mən də artıq bu işlə ciddi almağa başladım. Cavid müəllim, siz Tatarstan Turizm Akademiyasının prodüserlik fakültəsinin Həm də. məzunusunuz. Bəli, həm də. Necə oldu o? Bu Tatarstana əslində mən aktyor olmaq istəyirdim. Və sadəcə o 90'ların çətin vaxtı idi. Mən Tatarstana getmişdim. Qəbul olmağa, orada qəbul olmağa. Amma təəssüf ki, orada da qəbul ola bilmədim aktyorluğa. Belə alındı ki, Turizm Akademiyasına prodüserlik fakültəsinə daxil oldum. Siz həm də Rüstəm İbrahimbəyevin Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili almısınız. Yəqin ki, böyük bir təcrübə əldə etmisiniz ondan. Əlbəttə ki, bu olub. Allah Rüstəm müəllimə rəhmət eləsin. Böyük sənətkar idi, böyük fəxrimizdir, Azərbaycan fəxridir. Bəli, onun köməkliyi nəticəsində, onun köməkliyi sayəsində mən hətta Moskvada kurslara getdim. Çox sağ olsun, böyük şəxsiyyətləri gördüm, böyük müəllimləri gördüm və orada bir çox bilmədiyim şeyləri, hətta indi kimlərin isə bilmədiklərini öyrəndim hələ o zaman. Və kinonun nə olduğunu və hər kəsin xəyalında öz kinosu olduğunu anladım. Maraqlı bir cümlədir, ona qayıdacağam. Öncə dinləyicilərimə də söyləmək istərdim ki, Cavid müəllim 2021-ci ildə prezidentin mükafatına da layiq görülüb. Mən bir neçə müsahibənizi izləyərkən az öncə qeyd etdiyiniz həmin o cümləni eşitmişdim. Bəs kinonun verdiyi mesaj deyirsiniz bir çox müsahibələrinizdə. Bax, sizin filmlərinizin əsas mesajları nədən ibarətdir? Hər filmin, hər ssenarinin öz mesajı var, olmalıdır və bunu bilənlər o mesajı ötürürlər. Mənimsə mesajım təbii ki, hər filmə aiddir, amma bütövlükdə mesajım insanları sevmək, insanlara inanmaq, insanları müdafiə etmək. İnsan insana düşmən olmamalıdır kimi bir şeylər. Nədir kino sizin üçün? Kino mənim üçün uzun bir yoldur. Sonunu görmədiyim bir yol.
Cavit müəllim, siz son olaraq Spinoza'nın Tanrısı filmini çəkdiniz. Nəyə görə Spinoza'nın Tanrısı? Ümumiyyətlə bu filmdə mistika da var, başqa elementlər də var. Biraz bizə danışın yaranmasından. Bu film deməli mənim 6 il fasilədən sonra çəkdiyim filmdir. Bu filmin yaranma tarixi dostumuz, qardaşımız, həm ssenari müəllifi olan Rəsul Allahverdiyev, həm də baş prodüser. Onun təklifi nəticəsində və bizim kino haqqında danışıqlarımız nəticəsində meydana gəldi və belə bir filmin olmağını düşündük və ssenaridə yazılışına başladı. Yazdı daha doğrusu Rəsul. Mən onu rejissor ssenarisinə çevirdim və hardasa noyabr ayında biz çəkilişlərə başladıq. Noyabr ayında çəkilişlərə başladıq. 28-i fevralda kinoteatrlara daxil, vizyona çıxdı kinoteatrlarda. Heç bir həftədən sonra artıq kinoteatrlardan yığışdırdılar bu filmi. Adını qoydular reyting məsələsi. Reyting olmadı, tamaşaçı yığmadı. Mən isə bundan razı deyiləm, çünki biraz ögey münasibət oldu filmə. Harda oldu, onu özləri də yaxşı bilir, bilənlər də bilir. Yəni səhər saat 10-da bu janrda filmi nümayiş etdirmək olmaz. Seansı o vaxt vermək olmaz. Gecə saat 11-də, 11-in yarısı bu janrda filmi özləri nəzər alsaq ki, həmən ərəfələrdə soyuq, çovğun, qar var idi, insanlar evdən çölə çıxa bilmirdilər. Yəni belə oldu. Adını belə qoydular ki, reyting vermədi, tamaşaçı gəlmədi falan. Mən bundan razı deyiləm. Filmimiz mistik deyərkən biraz mistika da var, amma psixoloji dramdır. Bir gəncin ikili həyat yaşaması. İkili həyat və bu oğlan, bu gənc sevgidən, aşiqliyindən, Füzuli sayağı aşiqliyindən bu hallara düşür, bu vəziyyətlərə düşür. Təxmin belə. Spinoza'nın Tanrısı nə deməkdir? Hər kəs, ümumiyyətlə bilirsiniz də, Spinoza tanıyırsınız. Spinoza, iki Spinoza var tarixdə. Onlardan biri filosof, dahi o ateist idi. Və onun bir sözü vardı ki, vəsiyyəti vardı ki, mənim yazılarımı mən öləndən sonra çap eləyərsiniz, insanlara nümayiş edərsiniz. Mənə görə Spinoza'nın Tanrısı bir yoxluqdur, bir fəzadır, bir şey, ucu-bucağı bilməyən bir şeydir. Belə bizdə də orada, əgər filmə baxmısınızsa, filmdə onun açıqlamaları dəfələrlə verilir. Müəllif tərəfindən dəfələrlə açıqlamaları verilib və o açıqlamaları dinlədikdən sonra niyə məhz Spinoza'nın Tanrısı adını qoyduğumuz filmdə anlaşılır. Bu filmdə rol alan Hüsniyə xanım bizim verilişimizin qonağı olmuşdu. Bir neçə veriliş bundan öncə. Mən çox istərdim siz biraz aktyorlardan danışasınız. O seçim prosesi necə oldu? Seçim prosesi biz ssenarini yazarkən də, yəni Rəsul işləyərkən ssenarini mən də mütəmadi olaraq görüşürdüm. Bir neçə aktyorumuz təsdiqlənmişdi artıq, bilirdik kimlərdir. Digər aktyorlarsa kas yolundan, necə ki həmişə olub, kas yolundan əsas 3 obraz idi. Onlar bizim üçün biraz çətin idi. Hansı obrazlar? Bərq, Fəza, Günay obrazı. Buna da gənc istedadlı insanlar lazımdır tapmaq. Bizdə maşallah çoxdur gənc istedadlı aktyor, aktrisalar. Biraz çətinlik çəkdik. Bir-iki rolda, sonunda da məncə çox yaxşı alınıb. Aktyorların ifası və aktyorlarımıza da təşəkkür edirəm buna görə. Əllərindən gələni eləyiblər. Soyuqda, borandan, nə bilim, istidə çətinliklə də olsa çəkildilər, bitirdilər. İşlərin öhdəsindən çox əla
gəldilər. Cavit müəllim, varmı elə səhnələr, hansılar ki, siz onları çəkmək istəyirdiniz, amma müəyyən səbəblərdən, maliyyə səbəbi ola bilər, hansı ki, hər bir filmdə demək olar ki, biz rast gəlirik bu problemə. Var idimi elə səhnələr? Siz onları çəkə bilmədiniz, ürəyinizdə qaldı. Məhz bu filmdən gedirsə söhbət, burada xeyr, belə bir səhnələr yox idi ki, onu çəkə bilməyək ya da belə çəkmək nəsib olmadı deyə bir şey yoxdur. Nə istəyirdik, çəkdik, necə istəyirdik, o cürə çəkdik. Əslində, əgər olsaydı mən çəkərdim, yəni belə bir saxlamazdım. Çəkilişlər harda idi? Harda aparıldı? Çəkilişlər Bakı şəhərində idi və bir neçə günlükdə Şamaxıya getmişdik. Şamaxıda Çuxur yurtda çəkdik. Bir-iki epizodu çəkdik. Çətin olmadı çəkilişlər. Bəzi səbəblərdən təbii ki, çətinliklər oldu. Məsəl üçün, aktyorumuzun biri başqa bir filmdə idi. Hardasa bir 15 günlük getdi başqa çəkilişə. Bizdən əvvəl illik planı var aktyorların, bilirsiniz. Bizdən əvvəl razılaşmışdı həmin komanda ilə və işləyirdilər. Bir tək onda gözləməli olduq. Bir də havalar bizi biraz incitdi. Bu yüzden çətin oldu çəkilişlərimiz, amma... Neçə gün ərsəyə gəldi? Əslində düşünmüşdük 22 gün, hardasa 27 günə gəldi, çıxdı. Ağır psixoloji janrdır, ona görə çoxdur çəkiliş günü. Adətən müasir kinoda 15-20 günə bir filmi bitirirlər. Bizdə isə bu 27 günə getdi, çünki məkan çoxluğu, keçidlər, məkan keçidləri, ona görə biraz uzandı çəkiliş prosesi. Məhz bu filmi götürsək, əsas onun mesajı nədən ibarətdir? Əsas onun mesajı ülvi məhəbbət, sevgi, insan öz istəyi, öz amalı, öz sevgisi uğrunda mübarizə aparmalıdır. Belə bir şey. Cavit müəllimin bir çox filmləri var. Bilməyənlər üçün söyləyim. Məsələn, 2017-ci ildə Hukka filmi var idi. Bir günəş altında Qaynanamız, Dərs filmi də var idi, hansı ki mən çox sevərək izləmişdim. Məsələn, Dərs filmində çox başqa bir yanaşma var. Maraqlıdır, bax, uşaqlarla işləmək və böyüklərlə işləmək. Hansı daha çox zövq verir, hansı sizin üçün daha çətindir? Dərs filmi, Allah rəhmət eləsin, Rafiq müəllim Əliyevlə birgə işləmişdi. Bu dövlət sifarişi idi, birgə işləmişdi. Çox uğurlu da film oldu. Bizim qarşımıza qoyulan minimal tələblərdən biz maksimum nəticə verdik. Və film istədiyim ki, bir neçə beynəlxalq kino festivallarda hətta Grand Prix də aldı. Uşaqlarla işləmək bir başqa aləmdir, doğru deyirsiniz. Amma mən sizə bu suala cavab verərdim ki, böyüklərlə, uşaqlarla fərqi yoxdur. Kinoda işləmək zövq verir, ləzzət eləyir. Yəni, mən Allahıma yalvarıram ki, ikinci dəfə də dünyaya gəlsəydim, kino sektorunda işləyərdim. Yəni, istər rejissor lap olmasın, səs rejissoru, nə bilim, grimyor, kim olsun. Amma kinoda olardım kəş. Az önce dediniz ki siz aktör olmak isterdiniz. Bəli. Bəs bundan sonra bu istəyi həyata keçirmək bir şansı mı deyim, təşəbbüsü mü deyim, var mı? Bilirsiniz, mənim atam aktyor olub, Mingəçevir Dövlət Dram Teatrında işləyib uzun illər. Bu həvəs də ondan iləri gəlirdi. Onu görürdüm və həvəslənirdim. Sonralar başa düşdüm ki, yox, məndən aktyor olmaz. Niyə? Çünki aktyor biraz çox çətin peşədir. Aktyor istədiyim ki, hətta rejissuradan da çətindir, mənə belə gəlir. Özümdə bir nöqsanlar tapdım deyə, məsəl üçün. Nitqimdə qüsur hiss edirdim özümdə.
görünüşümdə, nə bilim, haldan hala düşmə, vəziyyət, xarakter dəyişməklər, onlar belə çox çətin şeylər. Mən isə hiss elədim ki, mən onları bacarmıram. Yetərincə nə olsun ki, istəyirəm aktyor olmaq, nə olsun ki, böyük həvəsdir, uşaqlıqdan buna gəlirsən. Özümdə nöqsanlar gördüm və özümə qadağa elədim. Və bundan sonra da inanmıram ki, hansısa bir rol oynaya biləm. Yəni rol ala biləm. Nə bilim, həyatdır, heç vaxt demək olmur. Ola bilər ki, bəlkə qısa bir hardasa, hətta çəkilmişəm də dostların filmlərində, bəzilərində kənardan baxmışam ki, çox o deyiləm yəni. Təvəzzükarsız. Cavit müəllim, bir çox, məsələn, Ruslarda deyim, Rязанов olsun və yaxud da ki, Amerika rejissorlarından bir çox rejissorlar qısa olaraq elə öz filmlərində çəkilirlər. Bəli, var. Bəlkə sizdə də bu. Yox, belə, məsəl üçün bir neçə filmdə bu epizodik masovka kimi belə şeylər özümü göstərmişəm tarixə salmaq üçün. Olub belə bir şeylər. Hətta deyərdim ki, bütün filmlərdə var. Özüm işlədiyim bütün filmlərdə də var. Bax, Cavit müəllim, siz tam metrajlı bədii filmdə çəkmisiniz, teleserial da çəkmisiniz, klip təcrübəniz də var. Ən maraqlı sizə o çəkiliş meydançası hansı daha əzizdir, hansı daha maraqlıdır? Əslində, mən ayrı seçkilik salmaq istəməzdim, çünki nəhayətdə hamısı kinodur. Serial da istər serial olsun, istər bədii film olsun. Amma mənə zövq verən deyimsə bir film var, onu çox zövqlə işləmişdi, çox rahat, çox asan, çox ruhumun istəyi ilə. Bu orada heç belə məsəl üçün alışdığımız o iri böyük bir komanda yox idi. Böyük bir kadr arxası monitorlar falan, bəs məkan belə şeylər yox idi. Amma filmi çəkdik çox kiçik bir komanda ilə, 10 nəfərlə. Rayon gəzib o filmi çəkdik və uğurlu da film oldu məncə. Ən çox sevdiyim filmlərimdən biridir. Bu bir günəş altında. Cavit müəllim, bir yazınız var. Səsin görüntüyə çevrilməsi. Bax, siz deyirsiniz, ilk olaraq səs eşidilir, daha sonra görüntü. Olurmu ki, siz nəsə eşitmisiniz, daha sonra onu cızma-qara etmisiniz, senari müəllifi kimi özünüzü sınamısınızmı? Məşhur bir İspan rejissoru var, Pedro Almodovar. Onun bir filmi var, Pogovorisni, onunla danış. Deməli, bu əhvalatı adam o köşə yazıları, xəbərlər falan olur, qəzetlərdə. Oradan götürür. Ümumiyyətlə, Almodovar bütün filmlərin əksərini köşə yazılarından, xəbərlərdən götürürdü, senariləri də, yəni oradan çıxış eləyirdi. Və məndə də deyim sizə ki, belə şeylər olub ki, eşitdiyim bir əhvalatı mənə çox maraqlı gəlib, harasa oxuduğum bir əhvalat çox maraqlı gəlib, bir xəbər, bir başlıq hətta. Və bunu senariyə çevirməyə çalışmışam, hətta çevirmişəm də belə. Amma qismət olmayıb hələ ki, onları çəkmək. Hətta bir senarim var ki, bu rəvayət haqqında Qusar zonasında çox bilirlər, çox tanıyırlar o əhvalatı. Bu sevgi əhvalatıdır. Onu senariyada çevirmişəm, hələ də qalır. Bu il istəyirəm inşallah təqdim edəm. 20 ilə yaxındır, 2012-də yazmışam onu. 12 ayırdı, hə. 12-də yazmışam. O senarini 3 pitchingdə qalib olmuşdu deyərkən, xaricdə pitchinglərdə olmuşdum. O filmin post-production'ı üzərinə götürən xarici şirkətlər də hətta var idi. Sadəcə pul tapa bilmədim. Sonradan onu çəkdim. Yenə də maliyyəyə dayandı. Yenə də maliyyəyə dayandı. Yəni belə
var. Məncə həyat bilirsiniz şeydir. Biraz həyatın hekayələrindən həyat hekayələri olmağına yanaşı filmdə gərək biraz rejissor, ssenarist təxəyyülü olsun. Bəli. Hər şey elə həyatdakı kimi eləmək olmaz. Düzdür. Mən belə fikirləşirəm. Düzdür. Amma həyatda çox şey götürmək olur. Həyatdan təbii ki, həyatdan. Obrazlar, xarakterlər, Bəli. hamısı həyatdan götürülür. Həmişə deyirik ki, bir şey görürük, başqa bir şey yazılır, rejissor başqa bir şey çəkir, montajda tam başqa bir şey ərsəyə gəlir. Doğrudur. Aha. Olur belə. Heç olubmu ki, ürəyiniz olmayan montaj prosesi olsun və ya filminiz, çəkdiyiniz bir film tam ürəyinizcə deyil? Olub belə hallarda olub düzdür. Yazılır başqa, çəkilir başqa, montajda başqa, nəhayətdə başqa cür görürsən. Onu düz dediniz. Təbii ki, olur, baxırsan ki, məsələn, bütöv filmi deməzdim, hər hansı bir epizodu, məsəl üçün olub. Hər hansı bir epizoda baxırsan və deyirsən, kaş ya bunu mən başqa cür çəkərdim. Kaş ya burada bu mizanı başqa cür eləyərdim. Epizodlar olur, təbii ki, olmasa olmaz. Olmasa olmaz. Cəvid müəllim, ifritələrin gündəliyi nə deməkdir? Bu ifritələrin gündəliyi bizim qızlar var, kinoşünaslar. Onların gündəlik yazılar yazırdılar. Bunun mənə heç bir dəxli yox idi. Onlar yazırdılar, orada mənim yazım gedib sadəcə və müsahibəm gedib. Bu yazar qızlardır, Sevda, Aliyə və Aygün. Onların yazılarıdır, onların blokuydu. Aha, yaxşı ki elə düşüb ora nəsə, çünki bir çox insanlar, yəni sizin yazılarınızı da oxuya bilər. Bəs Spinozanın Tanrısından sonra hansı planlarınız var? Biz Pelikan film olaraq, şirkət olaraq bu filmdən sonra artıq ikinci bir prosesə başlayırıq. Biraz deyim sizə, bu sirri olaraq qalsın, bir 10 seriyalı bir film haqqında düşünürük. İnşallah. Sonra bir senari müsabiqəsi Pelikan olaraq keçirmək istəyirik. Və hələ ki planlarımız budur, işləmək. Azərbaycana, millətimizə, xalqımıza xidmət eləmək. Başqa bir ölkədə hansısa bir filmi düşünürsünüz ki, təqdim edəcəksiniz? Yəni belə arzunuz varmı? Bu filmin ümumiyyətlə hazırda Spinozanın Tanrısı filminin hazırda subtitr yazılışı gedir, İngiliscə, Rusca. Bir də hansısa onu prodüser edir, bir də hansısa Avropa dilində. Düşünürük ki, xaricə bir baş vuraq. Çünki prodüserimizin əlaqələri var xariclə. Belə planlar var, planlar genişdir. İndi ola bilsin ki, hamısını unutmuşam, bəzilərinin hamısını deyə bilmirəm. Amma planlarımız var, baxaq. Cəvid müəllim, biz Novruz bayramı ərəfəsində efirdə oluruq və mən sizə öncə təbrik edirəm. Bayram münasibətilə işlərinizdə uğurlar diləyirəm. Sizin də arzularınızı dinləyicilərimizə. Buyurun, işlək. Mən firavanlıq, ailə səadəti, can sağlığı və bütün işlərində uğurlar arzu eləyirəm xalqımın hər bir vətəndaşına. O ruzi arzu eləyirəm. Qoy Azərbaycan çiçəklənsin, inkişaf eləsin. Filmlər çəkilsin, nə bilim, baş tamaşalar oynanılsın, elmi texniki cəhətdən də inkişafımız bol olsun. Mən istərdim ki, Azərbaycan tanınsın hər yerdə, Azərbaycan sevilsin hər yerdə. Biz çox gözəl millətik, istedadlı millətik. Allah Azərbaycanı qorusun. Hörmətli dinləyicilər, bugün qonağımız rejissor, ssenari müəllifi Cəvid Təvəkkül idi. Minnətdaram. Təşəkkür, sağ olun. Sizə təşəkkür edirəm. Sağ olasın. Sinema Radio, Sinema Radio, Sinema Radio.